Bizim hamımızın danışdığı, amma çox azımızın başa düşdüyü bir dil var. Bu dil sözlərlə deyil, hərəkətlərlə danışılır. Bəli, bu bədən dilidir. Biz fərqində olmasaq belə, bədənimiz hər an həqiqi hisslərimizi, əsl niyyətlərimizi biruzə verir. Yaxşı, bəs bu səssiz siqnalları necə deşifrə etmək olar? Gəlin, birlikdə keçmiş bir FTB agentinin təcrübəsinə başvuraq və bu sirlərin üstünü açaq. Gözünüzün qabağına gətirin. Havası ağır. Hər kəsin nəfəsini tutduğu bir FTB sorğu otağı. Hər bir sözün, hər bir sükutun böyük mənası var. Stolun o biri tərəfində oturan şübhəli tamamilə soyuqqanlıdır. Səsi o qədər inandırıcıdır ki, cinayət baş verən zaman harada olduğuna dair möhkəm, qüsursuz bir hekayəsi var. Sanki heç bir boşluq yoxdur. Agentlər artıq onu azad etməyə hazırlaşırdılar. Demək olar ki, hamı inanmışdı. Amma bax elə o an heç kimin fikir vermədiyi kiçicik, cəmi bir saniyəli bir detal bütün istintaqın axarını dəyişdi. Yaxşı, gəlin görək FTB-nin əsl gizli silahı nədir və necə olur ki, adi bir göz qırpımı, bəli, sadəcə bir göz qırpımı bütün bir cinayət işini həll edə bilir. Deməli, agentlər başlayırlar mümkün cinayət alətlərinin adlarını sadalamağa. Deyirlər bıçaq, adamda heç bir reaksiya yoxdur, tapança, yenə sükut, çəkic, heç nə. Amma sonra buzqıran kəlməsi səslənən kimi adamın göz qapaqları bir anlığa, cəmi bir saniyəliyinə aşağı enir. Vəssalam, məsələ də orasındadır ki, cinayət alətinin buzqıran olduğunu onlardan başqa heç kim bilmirdi. Bax, o an hər şey aydın oldu və qatil qısa müddət sonra hər şeyi etiraf etdi. Bax, bu inanılmaz detalı tutan adam keçmiş FTB agenti Ko Navarro'dur. O, bütün karyerasını insanların sözlərinə yox, bədənlərinə qulaq asmağa həsr edib. Və bilin ki, bu heç bir cadupiti deyil. Bu, sadəcə elmdir. Hər kəsin öyrənə biləcəyi bir elm. Yaxşı, bəs necə olur bu? Necə olur ki, ağzımızla rahatca yalan danışa bilirik, amma bədənimiz bir göz qırpımı ilə bizi ələ verir? Sən demə, bütün cavab elə öz beynimizin quruluşunda gizlənirmiş. Gəlin indi beynimizin içinə kiçik bir səyahət edək. Orada iki fərqli hissə var ki, daim bir-biri ilə mübarizə aparır. Sanki içimizdə bir dürüst, bir də yalançı obraz var. Baxın, məsələnin kökü budur. Beynimizdə iki əsas sistem var. Birincisi neokorteks, bizim ağıllı beynimiz. O düşünür, analiz edir, plan qurur və, bəli, yalan danışır. Amma bir də var limbik sistem. Bu bizim ibtidai beynimizdir. O düşünmür, anında reaksiya verir. Və ən əsası, o heç vaxt yalan danışmır. O buzqıran qatilinin göz qapaqlarının enməsi var ha, bax o. Məhz limbik sistemin, yəni dürüst beynin reaksiyası idi. Bu reaksiyalar dünən yaranmayıb, ha? Bunlar milyonlarla il ərzində, hələ mağara adam olduğumuz dövrlərdən bəri həyatda qalmağımız üçün formalaşıb. Bu bizim DNT-mizə yazılmış bir həyatda qalma kodudur. Yaxşı, gəlin indi bu ibtidai kodları bir-bir açaq. Hər hansı bir təhlükə hiss edəndə, istər real bir təhlükə olsun, istərsə də çətin bir sual, beynimiz avtomatik olaraq 3 mərhələli bir proqramı işə salır. Hamımız savaş ya da qaç ifadəsini eşitmişik, düzdür? Amma bu biraz natamamdır və ardıcıllıq da səhvdir. Əslində, birinci reaksiya tamamilə başqadır və ardıcıllıq həmişə eynidir. Əvvəlcə don, sonra qaç və yalnız ən sonda savaş. Bəs niyə ilk reaksiya donmaqdır? Çox sadə. Təsəvvür edin ki, meşədə bir yırtıcı ilə qarşılaşmısınız. Hərəkət etsəniz, diqqət çəkəcəksiniz. Ona görə də ilk instinkt yerində donub qalmaqdır. İndi bunu müasir həyata gətirək. Sizə işdə çətin bir sual verirlər, siz isə cavab vermədən öncə bir anlığa nəfəsinizi tutursunuz. Bax bu, odur. Bu, sizin beyninizin vəziyyəti qiymətləndirmək üçün özünə vaxt verməsidir. Yaxşı, donmaq işə yaramadı. Növbəti addım nədir? Təbii ki, qaçmaq. Amma bu həmişə fiziki olaraq qaçmaq demək deyil. Məsələn, kiminləsə xoşagəlməz bir söhbət edirsiniz və fərqində olmadan bədəninizi biraz geriyə çəkirsiniz və ya ayaqlarınız qapıya tərəf çevrilir. Bu, sizin bədəninizin mən buradan çıxmaq istəyirəm deməsidir. Artıq son çarəyə gəldik. Nə donmaq olur, nə də qaçmaq. O zaman beyin savaş əmrini verir. Əlbəttə, indi biz ofisdə bir-birimizə hücum etmirik, amma bunun müasir versiyaları var.
Səsi yüksəltmək, mübahisə etmək, şəxsi təhqirlərə keçmək, bu bizim ibtidai savaş instinktimizin daha sivil formasıdır. Yaxşı, bu üç əsas reaksiyanı don, qaç, savaş anladıq. Bəs biz gündəlik söhbətlərdə bu reaksiyaları necə görə bilərik? Onlar daha kiçik, daha gizli siqnallara necə çevrilirlər? Və gəldik ən maraqlı, ən praktik hissəyə. İndi sizə insanların narahat olduqlarını göstərən o kiçik, demək olar ki, görünməz hərəkətləri necə oxumaq lazım olduğunu göstərəcəyik. Təsəvvür edin, beynimiz təhlükə hiss edən kimi eyni zamanda öz-özünü sakitləşdirməyə başlayır. Sanki bir ana körpəsini sakitləşdirir. Bu hərəkətlər beynimizin bədənimizə narahat olma, hər şey qaydasındadır demək üsuludur. Və biz də bu hərəkətləri oxuyaraq əslində nə baş verdiyini anlaya bilərik. Baxın, bunlar ən çox rast gəlinən hərəkətlərdir. Boyuna toxunmaq, üzü ovuşdurmaq, saçla oynamaq. Məsələn, bir insan narahat olanda boynuna toxunur, çünki bu, həqiqətən də qan təzyiqini aşağı salır və beyni sakitləşdirir. Bu hərəkətlərin demək olar ki, hamısı narahatlığın bir siqnalıdır. Navarro'nun təcrübəsindən daha bir heyrətamiz hadisə. Agentlər bir anadan soruşurlar ki, axtarılan qaçaq oğlu evdədirmi? Qadın qətiyyətlə yox deyir. Amma yox deyəndə əli avtomatik olaraq boynuna gedir. Hər dəfə yalan danışanda eyni hərəkəti təkrarlayır. Sözləri yalan danışır, amma bədəni onun stresini və yalanına açıq-aşkar göstərir. Baxın, əsas məsələ kiminsə saçına toxunduğunu görmək deyil. Əsas məsələ özünüzə bu sualı verməkdir. Bu adam niyə indi özünü sakitləşdirməyə çalışır? Mənim hansı sözüm və ya hərəkətim onu bu vəziyyətə saldı? Bax, bu sualın cavabı onun əsl düşüncələrini anlamaq üçün bir açardır. Bu ipucularını görməyə başlayanda, sanki insanların yeni bir dilini öyrənirsiniz. Artıq təkcə qulaqlarınızla yox, gözlərinizlə də eşitməyə başlayırsınız. Bu, istən işdə, istərsə də şəxsi həyatda sizə inanılmaz bir üstünlük verəcək. Yaxşı, bugünlük bu qədər. İndi bu biliklərlə sizi bir sualla tək buraxıram. Sabahdan etibarən ətrafınızdakı insanlara daha diqqətlə baxın. Görün onların bədənləri sizə hansı hekayələri danışır. Bəlkə də eşitdikləriniz sizi çox təəccübləndirəcək.